Salam əzizləyicilər, bugünkü mövzumuz budamada doğru bildiyimiz yanlışlarla bağlı danışacağıq. Çünki burada əsasən artıq kəsimlər var. Yəni artıq kəsimlər edirik daha doğrusu budamada və bu da bu şəkildə göstərə bilərik ki, sırf olaraq boşluğu doldura biləcək budağın kəsilməsi ilə əlaqədardır. Və yaxud da ki, yəni bunu belə açıqlandırmaq gərəkirsə, aşağıda görürsünüz ki, bar gözü azdır yuxarı hissələrdə, amma yetərincə var. Və bu zaman artıq yuxarı təpə nöqtələrinin yaxından kəsilməsi bizim üçün yanlışdır. Əksinə aşağı hissələrdən, iri budaqlardan saxlayıb növbəti sezon üçün, növbəti il üçün yeni göz sayları, növbəti il üçün yeni göz sayları saxlaya bilərik il ərzində. Ancaq bu kimi səhvləri buraxırıq və yaxud da ki, artıq yük saxlamaqla libanta və yaxud seyrəltməyə saxlamaq üçün istifadə olunması bunun özü də böyük bir problemdir. Çünki işçi sayı və yaxud digər problemlər olduğu müddətdə biz onu ard-arda yerləşdirə bilmirik. Və yaxud da burada görürsünüz tamına ərazini, yəni budaq konkret olaraq özünü doldurur, amma kəsinti baş verib. Sizə bundan başqa budamada ucvurmalarla bağlı söz demək istəyirəm. Ucvurma dediyimiz nədir? Təpə nöqtəsini 2.50, əsasən şaftalın nektarında 2.50-2.70 aralığında saxlanılır və bu bizim üçün maksimaldır növbəti illər üçün. Və yaxud da ki, qırılan budaqdır, həmin hissəni kəsilib, yəni yeni göz almaq üçün, amma yönəltmə də edilib həmin hissə üçün. Və bu bizim növbəti illərdə konkret olaraq bar gözü və yaxud da ki, yeni budağımız olacaq. Diqqətinizə görə təşəkkürlər, bəyənməyi unutmayın.